Şey, ekranda görürsünüz, düzdürmü? Bəli. Görmürəm, hələ indi görürəm. Görsənməlidir axı. Hə, indi görünür. Əla. Rəmzi xanım, sizə də görsənir, səs də gəlir. Bəli, bəli, görsənir. Səs də Əla. gəlir. Əla. Başlayaq nə? Başlayırıq bu günləri simsiz, yəni ardı olaraq simsiz və SOHO şəbəkələrinin quraşdırılması. Ümumiyyətlə simsiz şəbəkə dediyimiz kimi indi gələcəm. Simsiz şəbəkəni bilirsiniz azdan çoxdan nə deməkdir, onsuz da izah edəcəm nə deməkdir yəni. SOHO-nu yəqin ki birinci dəfə eşidirsiniz, SOHO bilmirsiniz nədir. Bəli. SOHO, kiçik ofislərin binalarda, kiçik ofislər olsun, evlər olsun, orada onlarda çəkilən internet şəbəkəsinin adına SOHO deyilir. SOHO. SOHO-nun açılışı. Bax, SOHO-nun açılışı hardadır? SOHO. Bu deyil, bu deyil, bu deyil, bu deyil, bu deyil, bu. Soho nədir? Kiçik ofislərdə çəkilən internet şəbəkəsidir. Aha. SOHO. Bir aşağıda yazılır. Small office, home Hə, office. baxın, small office, home office. Baxın, bax, small office, home office. Hə, small kiçik deməkdir ingilis dilində. Small, Bəli. Hal. big. Simsiz şəbəkə Açılışı nədir? Small. simsiz şəbəkələşməni anlamaq. Başlayırıq ilk öncə nədən? Başlayırıq ilk öncə simsiz şəbəkədən. Simsiz şəbəkə Bir dənə nədir? açılışını deyin. Zəhmət Deyəcəm, olmasa bir dənə açılışını Sohoya deyin. gələcəm. Tələsməyin, gələcəm Sohoya. Small office, home office. Gələcəm açılışın. Simsiz şəbəkə nə deməkdir? Ümumiyyətlə, simsiz qoşulma sizin heç bir şəkildə kabel ehtiyacınız, kabeldir, şunurdur, hə, rekord yedirdi, hə, kabeldir, şunurdur, nə bilim, adapterdir. Bunlar vasitəsi olmadan sizin birbaşa olaraq şəbəkə cihazınıza əlçatanlığınızın olması adlanır simsiz şəbəkələşmə. Nə deməkdir? Sizin evdəki modemə qoşulmasınız üçün hər hansı bir, nə bilim, Ethernet kabel, bir belə deyək, kat 5, kat 6 ümumiyyətlə kabelə ehtiyacınız var cihaz vasitəsilə qoşulmağınıza. Yox. Xeyr. Rahatlıqla telefondur, kompüterdir, planşetdir, fərqi yox, televizor, fərqi yoxdur. Girib bunlar vasitəsilə neyinirsiniz? Qoşula bilirsiniz. Buna deyirlər simsiz qoşulma üsulu, simsiz qoşulma növü. İndi belə fikirləşə bilərsiniz ki, yaxşı simsiz qoşulmadırsa, axı modemin qoşulması üçün şunur lazımdır, düzdür? O providerin şnurudur. Yəni telefon xətti ilə providerin ötürülməsinin şnurudur. Necə? Məsələn, KTV-dir, nə bilim, Citynet-dir, Cellnet-dir, sonra Ailənet-dir və s. və ilax. Bunlar providerlər. Şnur vasitəsilə, yəni telefon xəttləri vasitəsilə, kabel vasitəsilə nə edir? İnterneti ötürülmələr ötürür, interneti ötürür. Bu interneti ötürən zaman da o telefon xəttindən modemi qoşmaq üçün bizə kabel lazım, düzdür? O modemin öz kabelidir ya. Yəni fikirləşməyin ki, simsizdir deyənə modemdə nə bilim heç bir kabel falan olmayacaq. Yəni elə bir şey mümkün deyil. Mütləq şəkildə providerin modemə çıxışı olması üçün kabel olmalıdır. Yəni providerdə telefon xətti vasitəsilə kabel var evdəki modemdə İsmail gəlməsi üçün. Bəli. Bəli, olmalı. Çünki o provide. Amma sən qoşulanda kabellə qoşulmursan ki, telefondan kabellə Xeyr. qoşulmursan ki. Yox. Xeyr. O modemin öz kabelidir. Yəni internet provideri təmin etmək üçün o modemin öz kabelidir. Modemin öz kabelidir. Amma sizin qoşulduğunuz olur simsiz qoşulma vasitəsi. Simsiz qoşulma vasitəsi məsələn də indi açaq notepad-imizi buradan. Nə bilim, misal olaraq nə ola bilər? Misal olaraq nə ola bilər? Misal olaraq nə ola bilər? Baxın, modemdir, simsiz qoşulma. Modemdir. Böyüdək daha yaxından görün. Modemdir. Sonra routerdur. Access point'dir. Access point'dir. Modemdir, routerdur, access point'dir. Sonra switch'dir. Switch'dir. Və sair və ilaxır kimi. Bunlar olur nələr? Bunlar olur simsiz qoşulma alətləri, simsiz qoşulma cihazları. Modemdir, routerdur, pointdir, switchdir və s. Düzdür? Bəli. Hə. Bunlar olur simsiz qoşulma cihazları. Simsiz qoşulma cihazları.
Çünki bunların qoşulması üçün heç bir şəkildə, məsələn, access point-də internet şəbəkəsini yaymağa istifadə edirlər. Toka taxılır, patoloqa quraşdırırlar. Yəni el belə altında yapışkanı var. Taxılır, oradan gələn şəbəkəni nə edir? Oradan gələn şəbəkəni avtomatik olaraq yayır. İndi məsələn zaldadır, siz mətbəxdəsiz, amma belə deyək, modemin zaldadır, avtomatik olaraq həmin məsafədən gətirir mətbəxə, zaldan götürür gətirir mətbəxə, oradan da nə edir? Oradan da yayır. Oradan da yayır. Buna deyirlər nə? Buna deyirlər simsiz şəbəkə qoşulmaları. Və bu simsiz şəbəkə qoşulmasının, simsiz şəbəkə qoşulmasının standartları var. Standartları var. Hara getdi onlar? Hə, simsiz şəbəkə qoşulması standartları. Bu. Şəbəkə standartları. Şəbəkə standartları nə deməkdir? Şəbəkə standartları, indi bizə saniyə, mən bu slaydı dəyişeyim, bizə saniyə. Bizə saniyə. Aha. Deməli, şəbəkə standartları 802.11-dir. İndi deyəcəm şəbəkə standartları nə deməkdir? 802.11-dir, 11A-dır, B-dir, N-dir, G-dir. Onda deyəcəm ümumiyyətlə şəbəkə standartı nə deməkdir? Şəbəkə standartı nə deməkdir? Hmm, Mən fayda dəyişməliyəm ki, onu sizə göstərim. Hı -hı. Bunu qoyasın. Aha. Şəbəkə standartı Ə, belə deyək, telefon, notebook, modem bir-biri ilə necə əlaqə quracağını, yəni hansı tezliklə əlaqə quracağını və məlumatı hansı sürətdə ötürəcəyini müəyyənləşdirir. Hansı sürətlə əlaqə quracağını və məlumatı necə ötürəcəyini. Məsələn də belə fikirləş də, baxın belə fikirləş. Səsim gəlir də yəni hamıya, düzdür? Bəli. Əla. Baxın belə fikirləşin ki, siz birinə WhatsApp-dan şəkil atırsınız. WhatsApp-dan şəkil atırsınız. O şəklin HD yoxsa adi formatda olacağına qərar verməlisiniz. Düzdür? Ya HD və yaxud da ki, belə fikir, kiməsə şəkil göndərirsiniz. Qərar verməlisiniz ki, bu şəkli mən WhatsApp-dan atım, Instagram-dan atım, Telegram-dan atım, Bluetooth vasitəsilə göndərim, mesaj vasitəsilə. Buna qərar verməlisiniz. Şəklin ümumiyyətlə məlumatın göndərilməsinə qərar verməlisiniz. Düzdür? Bu həmçinin Bəli. standartda olmaydı. Standart da Wi-Fi ilə, yəni modemlə cihaz arasında bir əlaqədir ki, o modemlə cihaz artıq bu sizdən asılı olan bir şeydir. Modemlə cihaz bir-biri arasında qərar verir ki, mən buna məlumatı 802.1 standartına mı göndərim, yoxsa 802.1 nədir? 802.11 standartına mı göndərim, yoxsa 11A-na mı göndərim, 11B ilə mi göndərim? Artıq modemlə cihaz arasında bu qərar qəbul edilməlidir. Yəni modemlə cihaz buna qərar verir. Necə? Eşidirəməmişim. Elə bilmirəm səsin. Aha. Modemlə cihaz arasında artıq buna qərar verilməlidir ki, mən buna şeyi necə göndərim? 802-nə 11-nə mi göndərim, 11A-na mı göndərim? Artıq buna qərar verilməlidir. Buna da deyirlər şəbəkə standartları. Nə deyirlər? Şəbəkə standartı. Və bu hər bir şəbəkə standartı müxtəlif parametrləri var. Müxtəlif parametrləri, müxtəlif parametrləri var. Bu parametrlər nədir? Bu parametrlər nədir? Parametrlər bizə saniyə. Bu parametrlər nədir? Baxın, 802 802.11 ən birinci yaranmış standartdır. Ən birinci yaranmış standart. Yəni hər birinin elə bil ki, bunlar əsasında qurulub. Sadəcə bunların bir yanına bir hərf artırılıb və parametrlər dəyişilib.
802.11, 802.11 deməli ən birinci yaranmış standartdır, ən birinci yaranmış standartdır və ən köhnə standartdır. Ən köhnə standart yadda saxlayın. 802.11 ən birincisi və ən köhnə yaranmış standartdır və bunun ötürmə sürəti ən az olan standartlardan biridir. 802.11-in ən az olan standartlarından biridir. Çünki nəyə görə? Adından məlum olur ki, ən birinci yaranıbsa, ən birinci yaranıbsa, ən birinci yaranıbsa, təbii ki, nə olacaq? Sürəti zəif olacaq. Bu aydın oldu. Səsim gəlir. Bəli, gəlir. Aydın oldu bu isə. Yəni nə deməkdir? Ee, Tam başa düşmədim. Nə hansı Nəsə, hissəsini? elə başdan başa düşmədim. Tamam, tamam. Onda bir də gedək. Bir saniyə. Tələbə mesaj yazaq. Mhm. Bax, ümumiyyətlə şəbəkə standartını başa düşmədin, düzdür? Bəli, Rəmzə xanım, səsim gəlir. Bəli, gəlir, dinləyirəm sizi. Aha. Baxma, şəbəkə standartı anlayışı bir növ, yəni sənin asılı olan bir şeydir. Modemlə sənin telefonun arasında bir əlaqə qurulur ki, tutalım, mən informasiyanı, yəni modemə qoşulursan ha, orada bax, burada necə connect olub, qoşulub. Sən telefonunda internetə qoşulursan ha. Həmin modemlə sənin telefonun arasında əlaqə qurulur ki, sən məsələn məlumatı bəzən görürsən videolar gec açılır. Yəni internetin olması, internet zəifləyir, videolar gec açılır. Bu sənin bəli, standartına asılı olan bir şeydir. Nəyə görə? Bax belə fikirləş ki, şəbəkə standartı sənin asılı olan bir şey deyil. Sənin telefonunda bir məlumat var, düzdür? O məlumatı kiməsə göndərməlisən. Və o məlumatı göndərən zaman sən qərar verməlisən ki, mən məlumatı nə üsulla göndərim? PDF eləyim atım, yoxsa nə bilim slide kimi atım, yoxsa Excel faylı kimi atım və yaxud da ki, şəkil kimi atım. Sən buna qərar verməlisən, düzdür? Vəziyyətə uyğun. Tutalım da internetin azdısa, sən onu PDF kimi atmalısan. Çünki PDF daha az sayı tutur. Keyfiyyətli istəyirsənsə, sən onu slide kimi göndərməlisən. Bu isə aydındır. bəli, Əla. Və şəbəkə standartı sənin modeminlə artıq cihaz arasında əlaqə qurulur ki, tutalım ki, sən bu günləri, nə bilim, bir məlumat yükləyirsən. Girirsən Play Marketdən oyun yükləyirsən, düzdür? Oyun yükləyəndə axı sənə daha çox internet lazımdır. bəli, Hə, modem deməli sənə yox, sənin telefonuna elə standart göndərir ki, ən müasir, bax burada həmçinin sürəti var. Ən müasir, yəni N tipli, 802.11 N tipli standart göndərir sənin telefonuna. 600 megabolt paskallıq internet əldə eləmiş olursan sən. 600 megabolt paskallıq nə? İnternet əldə eləmiş olursan sən ki, sənin telefonda oyun daha sürətli yüklənsin. Yəni, sonra oyunu qurtarandan sonra nə bilim, WhatsApp-da kiməsə mesaj göndərsən. Çox da internetə ehtiyacın var? Yox, mesajda yəni. Girir sənə 54, o 54 də çox deyil, 11-lik, 802.11b-lik nə göndərir? Bağlantı qurur sənin cihazınla. Ki, hə, sənə 11 megabolt paskallıq bəsdir ki, sən onsuz da WhatsApp-da kiməsə mesaj göndərsən. Girirsən, YouTube-da videoya baxırsan. Biraz daha artıq lazımdır. Sənə ya 802.a ya da 802.11.a ya da 11.c-ni göndərir ki, sən nə edəsən, girib məsələn videoya baxmağın üçün daha çox lazımdır da buna görə. Yəni bu səndən asılı, bunu yəni sən seçmirsən. Bunu artıq modemlə cihaz özü arasında fiziki olaraq, nəzəri olaraq daha doğrusu qərarlaşdırır ki, hansından istifadə etməyim daha məqsədə nədir? Daha məqsədə uyğundur. Yəni oyunu yükləyirsən, daha çox göndərəcək. Nə bilim WhatsApp-da yazma yazsan, daha azı göndərəcək. Nə bilim YouTube-da video mu baxsan, orta seqmentlisini göndərəcək. Belə nə olacaq? Davam edəcək. yəni özü tənzimləyir də. Bəli, o özü Əsas- tənzimləyir. Məsələn də yəni sən
öz vəziyyətinə uyğun şəkildə göndərsən, məlumat göndərsən də, məsələn də nə bilim, mən deyirəm ki, İsmail, mənə şəkli keyfiyyətli at. Keyfiyyətli atmaq neyinsə, HD atacaqsan da WhatsApp-da, düzdür? Bəli. Hə. Yəni görsə mənim vəziyyətimə uyğun sən də hərəkət elədi. Deyirəm ki, İsmail, mənə şəkil keyfiyyətli lazım deyil, əsas odur ki, şəkil olsun. Necə gəldi at. Hə, girəcəksən bulanıq, fərqi yoxdur. Necə gəldi elə göndərə basacaqsan, gedəcək. Hə, mən deyirəm ki, İsmail, mənə internetim yoxdur, mənə şəkli Bluetooth-la göndər. İnternetim yoxdur. Ki, açacaqsan Bluetooth-la göndərəcəksən. Düzdür? Bəli. Mənə uyğun hərəkət edəcəksən. O da səninlə uyğun hərəkət edir. İki oyunmu yükləyirsən, videoya mı baxırsan, WhatsApp-dasanmı, Instagramda, yəni videoya mı baxırsan, girirsən, buna uyğun hərəkət edirsən. Aydın olduğu nə demək istəyirəm? Başa düşdüm. Var qaranlıq qalan hissə. Xeyr. Əla. Rəmzi xan, bəs sizdə? Nə bilim, belə tam başa düşmədim, amma belə anlayışım oldu da, bildim ki, nəyə görədir bu. Yəni bir növ standartdır bu ki, hansı ki sizə uyğun qərar verir ki, nəyi necə eləyəcəksiniz. Sizə uyğun qərar verir ki, nəyi necə Siz bax, eləyəcəksiniz. onlayn dərsin mənfiliyi bax budur da. Məsələn, siz danışırsınız. Hı -hı, Mənim fikrim başqa yerdədir. Məsələn, evdə istəsəm adam birinə baxır, nə bilim, başqa bir şeyə baxır. Amma əyanı olanda hı -hı. adam bilsən ki, bir dənə müəllimə odaqlanırsan da, bilsən ki, müəllimlə danışır. O ki sizdən asılı olan bir şeydir. Yəni fikrinizi cəmləşdirib dərsə baxmalısınız. O məndən asılı olan bir şey deyil. Yəni o məsuliyyət hissi artıq sizdə olmalıdır. Nə bilim, valla belə onlayn, Yəni o nəysə. məsuliyyət artıq sizdən asılı olan bir şeydir. Belə. Bu oldu şəbəkə standartları. Bu aydın oldu, yəni şəbəkə standartı nə deməkdir? Ümumi. Bəli. Qəşəng. Və bu şəbəkə standartlarının da hər birinin öz xüsusiyyətləri var. 802.11, indi mən belə analogiya belə gedəcəm. 802.11, 802.11 ən köhnə üsullu şəbəkə standartıdır. Yəni nədir 802.11? 802.11 belə fikirləşin ki, Bluetooth-dur. Ən birinci yarananda sonra ondan sonra WhatsApp, Instagram falan bunlar yarandı, düzdür. 802.11 Bluetooth-dur. Yəni ən köhnə üsuldur. Və çox nadir hallarda. Yəni Bluetooth-dan nə vaxtsa ümumiyyətlə tez-tez istifadə edirsən ki, şəkil göndərəndə, məlumat göndərəndə. Ümumiyyətlə. Xeyr. Xeyr. Yox, yox. Hansı nədir? Instagramdır. Lap əvvəllər rayonda internet olmayanda eləmişik. Hə, hə. Amma indi Hə. etdirmirik. Yəni ümumiyyətlə də yəni necədir? Ya WhatsApp-dır, Telegramdır, nə PDF eləyib atsan belə. Yəni Bluetooth-la Bəli. mən də belə, mənə belə yadıma gəlmiş ki, mən Bluetooth-la axırıncı dəfə nə vaxt kiməsə məlumat göndərmişəm. Çünki məhdudiyyəti dardır, məhdudiyyəti dardır. Sən gərək yaxında olaq ki, hə, mən tam buradan sənə necə Bluetooth-la mesaj göndərib. Biz gərək çox yaxında olaq ki, hə, Bluetooth gəlib nə olsun, məlumat sənə çatsın, düzdür? Hə, belə uzaq məsafəyə çatmır. Hə, ona görə necə saniyə. Hə, ona görə nə baş vermiş olur? Ona görə də birbaşa olaraq sən nə etmiş olursan, sən yeni üsuldan istifadə etmiş olursan. Yeni üsuldan istifadə eləməlisən. Yəni yeni üsuldan istifadə